Əhl-i sünnətin bu xüsusda məzhəbi kitab və sünnətdə gələnlərə tabe olmaqdır. Biz qəti dəlillərlə bəyan etmişik ki, bizim yanımızda olan bu Quran Allahın kəlamıdır və o eşidilən, oxunan, tilavət olunan, qorunan və yazılandır. Necə oxunub, tilavət edilib, eşidilib və qorunub saxlanılırsa saxlansın, o qədim olan Qurandır. Və sonra Abdülbaqi bunun sələfin və İmam Əhmədin etiqadı olduğunu qeyd edir. Və bu imamın sözlərini anlamaq üçün iki təmələ nəzər salmaq zəruridir. Birinci təməl odur ki, Həmbəli imamları kəlam sifətinin uca Allahın vacib sifətlərindən olduğunu qeyd edirlər. Və diqqət etir, vacib sifətlərindən olduğunu deyirlər. İkinci təməl isə onlar uca Allahın kəlamının qədim olduğunu deyirlər. Yəni, istər Quran olsun, istər qeyrisi, onun qədim, yəni əzəli olduğunu öz kitablarında qeyd edirlər. Və bu imamların qəbul etdikləri həmin iki təməl bu sifətin qüdrət və məşiyyət ilə təalluq etməsini mümkünsüz edir. Və qısası Həmbəli imamlarının böyük əksəriyyətinin qatında bərqərar olmuş görüş və bu görüş də İmam Əhmədin məzhəbidir. Uca Allahın kəlam sifəti olan Quranın və digər kəlamın əfradlarının qədim və əvvəli olmayan hərf və səslər olmasıdır. Əshabımız, yəni Həmbəli imamları, Quranda olan hərflərin qədim olmasında yekdil olmuşlar. Onlar bu məsələdə ixtilaf etməmişlər. Onlar insanların dillərində istifadə edilən kəlamın qədim yoxsa hədis olması məsələsində ixtilaf etmişlər. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vel-aqibetu lil-muttaqin. ولا عدوان إلا على الظالمين وصلى الله وسلم على نبينا محمد وعلى آله وصحبه ومن تبعهم بإحسان إلى يوم الدين أما بعد. Biz Allah Cəllə və Alanın kəlam sifəti və Quran-ı Kərim barədə bir neçə dərs əsnasında bir sıra məsələləri oxuduq. Və bu dərsdə kəlam sifəti ilə və Allahın Cəllə fi'ulə kəlamı olan Quran-ı Kərimin Həmbəli alimləri qatında və xüsusən də İmam Əhmədin qatında qədim olması məsələsi və bu görüşlə razılaşmayan bəzi alimlərin bu görüşün İmam Əhmədin nisbətinin doğru olmaması məsələsi ətrafında danışacaq. Çünki bəzi alimlər Quran-ı Kərimin və uca Allahın nazil etdiyi kəlamın, yəni məsələn Tövrat, İncil və digərinin, yəni Allah Cəllə və Alanın kəlamının əfradlarının hədis olduğunu demişlər. Və bu görüşü deyənlərin başında Şeyx Təqiyüddin İbn Teymiyyə rahimehullahu teala dayanır. Və misal olaraq Şeyx Təqiyüddin İbn Teymiyyə rahimehullahu teala öz fətvalarında bu xüsusda buyurur, ümmətin sələfi və alimlərinə görə Allahın kəlamı yaradılmış deyil, yəni Allah Cəllə və Alanın kəlamı məxluq deyil. Onlara görə Allah Cəllə və Ala öz məşiyyəti və qüdrəti ilə danışır. O istədiyi zaman danışır və bu səbəbdən onun kəlamı növ olaraq əzəlidir. Və İbn Teymiyyə Allah Cəllə və Alanın kəlamının növ olaraq əzəli olduğunu, qədim olduğunu deyir. Və sonra buyurur ki, amma Musa Peyğəmbərə olan nida, məsələn, sonra ona nida edildi ey Musa kimi hallarda, həmin anda Musa Peyğəmbəri çağırdı. Eyni ilə digər buna oxşar hallar da belədir. Və sonra buyurur ki, sələf və alimlər sözün növü ilə konkret kəlmə arasında fərq qoyurdular. Konkret kəlmə dedikdə, yəni kəlamın əfradları arasında fərq qoyduqlarını deyir. Həmçinin İbn Teymiyyə rahimehullahu teala fətvalarının 5-ci cildində bu məsələyə toxunub buyurur ki, sünnə imamları, Əhməd, Buxari və onun kimi olanlar, həmçinin Davud, İbn Mübarək, İbn Xuzeymə, Osman bin Səid əd-Dərimi, İbn Əbi Şeybə və başqaları yekdil olmuşlar ki, Allah Cəllə və Alə öz iradəsi və qüdrəti ilə danışır və yaxud Allah Cəllə və Alə öz məşiyyəti və qüdrəti ilə danışır. Onların heç biri deməyib ki, Quran qədimdir. Və burada İbn Teymiyyə buyurur ki, sələfdən heç kim Quranın qədim olduğunu deməyib. Sonra buyurur ki, əzəlilik, yəni Quranın qədim olması iddiasını ilk dəfə ortaya atan İbn Kulləb olmuşdur. Və bu məsələdə biz İbn Teymiyyənin mövqeyi ilə tanış olduq. İbn Teymiyyənin rahimehullahu teala sözlərində gələn uca Allahın kəlamı növ olaraq qədimdir sözlərinin mənası, yəni Allah Cəllə və Alə əzəldən danışan olaraq vəsf edilir və onun kəlamı növ olaraq hədis deyil. Allah əzəldən danışmağa qadirdir. Lakin konkret müəyyən kəlmələr, kəlamın əfradları sonradan ortaya çıxır və yenilənir. Lakin İbn Teymiyyə rahimehullahu teala bu yenilənən kəlamın məxluq olduğunu demir.
onun məxluq olduğunu demir. Və İbn Teymiyyə rahimehullah bunu İmam Əhmədin uca Allah əzəldən istədikdə danışandır sözünə dayanaraq demişdir. Təbii ki, əslində İbn Teymiyyənin təməlləri onun bu sözü deməsinə gərəkdirmişdi. Lakin şeyxin irəli sürdüyü bu görüşünün nə dərəcədə İmam Əhmədin və onun əshabının və ümumilikdə sələfin görüşü olması ən azı mübahisəli məsələdir. Çünki artıq Həmbəli imamlarının uca Allahın kəlamının, həmçinin Quranın və onun hərfləri və səslərinin qədim olması barədə biz bir sıra nəqilləri oxuduq. Və bu barədə qədim və orta əsrlərdə yaşamış Həmbəli imamlarının çox açıq sözləri var. Çox açıq sözləri mövcuddur. Bundan öncə isə İmam Əhmədin özü Allahın kəlamı olan Quranın qədim olduğunu açıq şəkildə bəyan etmişdi. İmam Lələkəi rahimehullah Şərh-ü Usul-i Etiqadi Əhli Sünnəti vəl Cəmaə adlı kitabının 2-ci cildində Muhammed ibn İsmail adlı şəxsdən belə dediyini nəql edir. Mən Əbu Abdullah, yəni Əhməd ibn Həmbələ Quranın məxluq olduğunu deyən şəxs barədə soruşdum və o dedi: Quran Allahın elmindəndir. Allahın elmi isə məxluq deyil. Onun məxluq olduğunu deyən şəxs isə kafirdir. Və bunu imamın digər əshabı da, misal üçün oğlu Salih, İshaq ibn Hani, Həmbəl ibn İshaq və digərləri rəvayət etmişlər. Və bu nəqildə dəlil olan məqam nədir? İmam Əhməd rahimehullahu teala buyurur ki, Quran Allahın elmindəndir, min ilmihi, yaxud da ki, min ilmillah. Min ön qoşması burada təbii ki, təbiidiyyə olaraq gəlir. Yəni, nəyinsə bir hissəsini bildirmək üçün istifadə edilir. Lakin bəlli məsələdir ki, uca Allahın elmi Əhl-i Sünnət qatında hissələrə bölünmür. Və biz də oxuduq ki, uca Allahın elmi birdir. Və mətnin müəllifi də buyurur ki, Allah Cəllə və Alə bir olan elm ilə vəsf olunmaqdadır. İmamın sözlərində gələn elm, yəni məlum olan şeylər mənasında istifadə edilir. Yəni, Allaha məlum olan şeylər sırasında Quran-ı Kərim də vardır. Bu da əzəli təalluqdur. Alimlər buna əzəli təalluq deyirlər. Yəni, uca Allah Quranı öz qədimliyində danışmış. Sonra onu elminə müvafiq tərzdə Cəbrailə eşitdirmişdir. Və Cəbrail də onu Peyğəmbərimizə sallallahu aleyhi və səlləm nazil etmişdir. Başqa bir rəvayətdə Həmbəl ibn İshaq İmam Əhmədin Abbasi xəlifəsi Mötəsimin hüzurunda Abdurrahman ibn İshaq adlı şəxslə münazirəsini nəql edir. Abdurrahman adlı bu şəxs İmam Əhmədə belə demişdir: Quran barədə nə deyirsən? İmam Əhməd ona cavab olaraq deyir: Allahın elmi barədə nə deyirsən? Bu zaman Abdurrahman sustu. Daha sonra Abdurrahman belə dedi: Uca Allah var idi, Quran isə yox idi. Və burada İmam Əhmədin cavabına fikir verin. İmam Əhməd buyurur ki, Allah var idi, elm yox idi. Bu zaman Abdurrahman sustu, heç bir şey cavab verə bilmədi. Daha sonra İmam Əhməd ona dedi: Əgər iddia etsəydi ki, Allah var idi, elm yox idi, kafir olacaqdı. Və bu rəvayəti Həmbəl ibn İshaq Əl-Mihnə adlı kitabında nəql edir. Yəni İmam Əhməd burada rahimehullahu teala Quranı uca Allahın elminə hansı yönlə müqayisə edir? Hər ikisinin əvvəlinin olmaması yönündən. Çünki Abdurrahman adlı bu şəxs deyir ki, Allah var idi, Quran yox idi. İmam Əhməd buyurur ki, onda sənin sözünün gərəyi odur ki, Allah var idi, onun elmi yox idi. Və İmam Əhməd Allahın kəlamı olan Quranı elminə onun əvvəlinin olmaması yönündən qiyas etmişdir. Və Allahın kəlamı olan Quranın qədim olması da məhz bu mənadadır. Yəni, əvvəli olmayan elm ilə vəsf olunan Allahın zatı, eləcə də Quranla əvvəlsiz vəsf edilməkdədir. Və İmam Əhmədin əshabının böyük əksəriyyəti də imamın sözlərindən məhz bunu anlamışlar. Və bu etiqadı hər təbəqədə imamın etiqadı olaraq və əshabın görüşü olaraq nəql etmişlər. Və biz də təbii ki, Həmbəli imamlarının bu barədə bəzi nəqillərini oxuduq. Təbii ki, bir neçəsini də burada oxuyacaq. Misal üçün İbn-i Zəğuni rahiməhullahu teala Əl-İdahu fi Usulid-Din adlı kitabında 433-cü səhifəsində buyurur ki, اتفق أصحابنا على أن الحروف في القرآن قديمة واختلفوا في الحروف المتداولة في كلام الناس هل هي قديمة أم حادثة. Əshabımız, yəni Həmbəli imamları, Quranda olan hərflərin qədim olmasında yekdil olmuşlar. Onlar bu məsələdə ixtilaf etməmişlər. Onlar insanların dillərində istifadə edilən kəlamın qədim yoxsa hədis olması məsələsində ixtilaf etmişlər. Bu isə təbii ki, başqa bir bəhsdir.
yəni insanların dillərində istifadə edilən kəlamın qədim yoxsa hədis olması məsələsi. Lakin əksər həmbəllər qatında insanların dillərində istifadə edilən kəlamı hədisdir, yəni qədim deyil. Və həmçinin bizim alimlərimiz heca hərflərinin qədim yaxud hədis olması məsələsində müxtəlif görüşlər qeyd etmişlər. Bizim danışdığımız mövzu isə Quran-ı Kərimin, onun hərfləri və səslərinin qədim olması məsələsidir ki, alimlərimiz bu məsələdə ixtilaf etməmişlər və bunu da İbn-i Zəğuni öz kitabında nəql edir. Həmçinin qədim həmbəli fəqihlərindən olmuş Əbul-Xattab Əl-Kəlvədəni Hicrətin 432-ci ilində dünyaya gəlib. Dəliyyə qəsidəsində buyurur ki, qalu fəyusafu ənəhu mütəkəllimun qultu sukutu nəqisatul mütəvəhhidi qalu fəməl Qur'anu qultu kələmuhu min qeyri mə hədəsin və qeyri təcəddüdi. Həmin qəsidədə buyurur ki, dedilər, Allahı danışan, mütəkəllim olaraq vəsf etmək olarmı? Dedim, susmaq tək və bənzərsiz olan üçün nöqsandır. Dedilər, bəs Quran nədir? Dedim, o Allahın kəlamıdır, sonradan yaranmış və yenilənmiş olmadan. Bunu da Kəlvəzəni dediyim kimi öz qəsidəsində deyir və İbnül Cəvzi də rahiməhullah bunu öz Əl-Muntazam adlı kitabında nəql edir. Həmçinin İbn Qudamə rahiməhullahu teala yazdığı As-Siratul Müstəqim fi İsbatil Harfil Qadim adlı risaləsində bu məsələ barədə danışır. Və təbii ki, risalənin başlığından da görünür ki, İbn Qudamə kəlamın hərflərinin, yəni əfradlarının qədim olduğunu deyir. Və həmin risalədə buyurur ki, وَمَذْهَبُ أَهْلِ السُنَّةِ اتِّبَاعُ مَا وَرَدَ فِي الْكِتَابِ وَالسُنَّةِ وَقَدْ بَيَّنَّا بِالْأَدِلَّةِ الْقَاطِعَةِ أَنَّ هَذَا الْقُرْآنَ الَّذِي عِنْدَنَا هُوَ كَلَامُ اللَّهِ وَأَنَّهُ مَسْمُوعٌ مَقْرُوءٌ مَتْلُوٌ مَحْفُوظٌ مَكْتُوبٌ كَيْفَمَا قُرِئَ وَتُلِيَ وَسُمِعَ وَحُفِظَ فَهُوَ الْقُرْآنُ الْقَدِيمُ. Əhl-i sünnətin bu xüsusda məzhəbi kitab və sünnətdə gələnlərə tabi olmaqdır. Biz qəti dəlillərlə bəyan etmişik ki, bizim yanımızda olan bu Quran Allahın kəlamıdır və o eşidilən, oxunan, tilavət olunan, qorunan və yazılandır. Necə oxunub tilavət edilib, eşidilib və qorunub saxlanılırsa saxlansın, o qədim olan Qurandır. Buyurur ki, o qədim olan Qurandır. Qədim və orta əsrlərdə həmçinin bir çox mütəəxxir alimlər qatında Quranın qədim olması bərqərar olmuş görüşdür. Lakin qeyd edildiyi kimi bir sıra mütəəxxir, yəni son dönəm həmbəlləri uca Allahın öz qüdrəti və məşiyyəti ilə danışdığını deyirlər. Və onlardan da biri bu risalənin müəllifi Şeyx Əbdülbəqil Məvahibidir. Və təbii ki, bəzi insanlar bu mövzu barədə kifayət qədər biliyə sahib olmadıqları üçün, bu məsələyə daha çox səthi yanaşdıqları üçün, yəni ləfslər və ifadələr üzərə yanaşdıqları üçün Abdülbəqil Məvahibinin və həmçinin bir sıra digər alimin Şeyxülislam İbn Teymiyyənin rahimehullahu teala bu mövzuda olan baxışına, bu mövzuda olan görüşünə müvafiq gəldiklərini zənn etmişlər. Çünki məlum olduğu kimi İbn Teymiyyə Quranın və uca Allahın kəlamının digər əfradlarının hədis, yəni mütəcəddid olduğunu demişdir. Yəni İbn Teymiyyəyə görə Quran qədim deyil. Baxmayaraq ki, ona görə Allahın kəlamının növü əzəlidir və qədimdir. Və gəlin Abdülbəqil Məvahibinin bu risalənin 2-ci fəslində qeyd etdiyi sözlərə nəzər yetirək. Həmin alim buyurur ki, biz deyirik ki, Allah əzəldən istədiyi zaman, istədiyi şəkildə danışır. Necə danışdığı barədə keyfiyyətə varmadan istədiyini əmr edir və hökm verir. Fəqad qaləl-əimmə. İmamlar belə demişlər. İnnəlləhə yətəkəlləmu biməşiyyətihi və qudrətih. Allah öz məşiyyəti və qüdrəti ilə danışır. Bimə'nə ənəhu ləm yəzəl mütəkəllimən izə şə. Yəni o, əzəldən istədiyi zaman danışan olub. Fə innəl kələmə sifətu kəməl. Çünki kəlam, yəni danışmaq, kamillik sifətidir. Və mən yətəkəlləmu əkməlu mimmən ləm yətəkəlləm. Danışan kimsə, danışmayan kimsədən daha kamildir. Və mən yətəkəlləmu biməşiyyətihi və qudratih əkməlu mimmən yəkunul kələmu mümkinən ləh. Və öz iradəsi və qüdrəti ilə danışan kimsə, kəlamı mümkün olan kimsədən daha kamildir. Və sonra Abdülbaqi bunun Sələfin və İmam Əhmədin etiqadı olduğunu qeyd edir. Və bu imamın sözlərini anlamaq üçün 2 təmələ nəzər salmaq zəruridir. Birinci təməl odur ki, həmbəli imamları kəlam sifətinin uca Allahın vacib sifətlərindən olduğunu qeyd edirlər. Və diqqət etir, vacib sifətlərindən olduğunu deyirlər. Çünki biz oxuduq ki, Allah Cəllə və Alanın kəlam sifəti vücudi sifətdir. Vücudi sifət isə
Allah Cəllə və Alanın vacib sifətlərindəndir və bu da alimlərimizin yekdilliyi ilə belədir. Vacibin həqiqəti nədir? Mə la yutasavvaru fil aqli adamuh. Əqlən onun yox olması təsəvvür olunmazdır. Əv mə la yaqbəlul intifaa fi zatihi. Və yaxud da ki, zatı etibarilə yoxluğu qəbul etməyən bir şeydir. Və yoxluğa məruz qalması mümkün olan bir şey isə heç vaxt vacib ola bilməz. Bu əslində mümkün olan şeylərin vəsfidir. İkinci təməl isə onlar uca Allahın kəlamının qədim olduğunu deyirlər. Yəni istər Quran olsun, istər qeyrisi onun qədim, yəni əzəli olduğunu öz kitablarında qeyd edirlər. Və bu imamların qəbul etdikləri həmin iki təməl bu sifətin qüdrət və məşiyyət ilə təalluq etməsini mümkünsüz edir. Çünki öncəki dərslərdə biz Abdülbaqinin qüdrət və iradə sifətinə açıqlama verərkən bu sifətlərin yalnız mümkün olan şeylərlə təalluq etdiyini oxuduq. Və bu sifətlər vacib olan şeylə təalluq etməz. Və bu da qeyd etdiyimiz imamların görüşüdür. Yəni Abdülbaqil Məvahibiyə görə Allahın qüdrəti və istəyi yalnız mümkün olan şeylərlə təalluq edir. Əgər Abdülbaqi rahiməhullah kəlam sifətinin əfradlarının qüdrət və məşiyyətlə təalluq etdiyini demiş olsaydı, kəlamının vacib deyil, mümkün olduğunu demiş olardı. Allah Cəllə və Alanın kəlamının vacib deyil, mümkün olduğunu demiş olardı. Çünki onu məşiyyət və qüdrətə bağlamış olur. Məşiyyət və qüdrət isə yalnız mümkün olan şeylərlə təalluq edir. Halbuki az öncə oxuduğumuz kimi onun özü buyurur ki, öz iradəsi və qüdrəti ilə danışan kimsənin kəlamı mümkün olan kimsədən daha kamildir. Yəni digər Həmbəli imamları qatında olduğu kimi ona görə də, yəni Abdülbaqil Məvahibəyə görə də uca Allahın kəlamı mümkün deyil, vacibdir. Həmçinin Quranın qədim olaraq vəsf edilməsi onun hədis, mütəcəddid və məxluq olmasını mümkünsüz edir. Lakin məşiyyət və qüdrət yalnız məxluqatın icadı və ya icadın səhihliyi ilə təalluq edir. Qüdrət və məşiyyətin qədim olanla heç bir təalluqu, yəni heç bir bağlılığı yoxdur. Çünki onun varlığının başlanğıcı da yoxdur. Və bu iki sifət yalnız dediyimiz kimi başlanğıcı olan, mümkün olan şeylərlə təalluq edir. Yəni bu imam və bəzi digər imamlar məşiyyət və qüdrətin kəlam ilə təalluqunu isbat etməyi qəsd etməmişlər. Çünki onlar özləri, öz etiqad kitablarında bu iki sifətin mümkün olan şeylərlə təalluq etdiyini qeyd edirlər. Lakin onlar bu məsələyə kəlami yöndən yox, lüğəti yöndən yanaşmışlar. Yəni onların uca Allahın məşiyyəti və qüdrəti ilə danışdığını demələri, uca Allahın danışmaqdan aciz olmadığını bildirmək üçündür. Yəni Allah danışmağa qadirdir. Heç kəs onu danışmağa məcbur etmir və lallıq kimi maneələr ona mane ola bilməz. Və bu kimi ifadələr bizim imamlarımızın sözlərində varid olur. Yəni bu imamlar həmin məsələyə kəlami yöndən deyil, sırf lüğəvi yöndən yanaşmışlar. Yəni İbn Teymiyyənin yanaşması məhz kəlami yanaşmadır. Çünki o, Quranın hərf və səslərinin qədim olduğunu qəbul etməmişdi. Lakin qeyd etdiyimiz imamların sözlərində buna rast gəlmək mümkün deyil. Əksinə onlar digər həmbəllər kimi qeyd edilən təməlləri iqrar edirlər. Həmçinin keçən dərsdə İbn Nəccarın sözlərini də oxuduq. O da məşiyyət və qüdrət ilə danışdığını deməsi ilə yanaşı, uca Allahın kəlamında olan hərf və səsin qədim və sıralanmayan olduğunu deyir. Həmçinin son dönəm təhqiqçilərindən olmuş İmam Mardavinin rahimehullah Şeyx Təqiyüddinə bu məsələdə müvafiq gəldiyi iddia edilmişdir. Lakin bu iddia da yanlışdır. Nəyə görə? Çünki İmam Mardavi öz kitablarında, xüsusən Şərh-ü Təhrir kitabında buyurur ki, Allah Cəllə və Alanın xitabı mədum olan şeyi də əhatə etməkdədir. Yəni Allah Cəllə və Alanın əmri və qadağası əzəlidir. Həmçinin Munaqqih İmam Mardavi rahimehullahu teala həmin kitabında Mötəzillərin şübhələrinə cavab verdiyi əsnada buyurur ki, Allah Cəllə və Alanın istədiyi zaman danışması onun kəlamının əfradlarının hədis olduğunu gərəkdirmir. Və İmam Mardavi də rahimehullahu teala Allah Cəllə və Alanın istədiyi zaman danışdığını deməsinə rəğmən məsələnin təfərrüatında Şeyxülislam İbn Teymiyyəyə müvafiq gəlməmişdir. Və mütəəxxirlərdən İbn Mibradın sözləri də qarışıq gəlmişdir. O Tuhfətül Usul kitabında Qadı Əbu Ya'lanın yanaşmasını qəbul etməsə də özü Quranın qədim olduğunu deyir və sonra bu barədə bir sıra təzadlı sözlər deyir. Lakin İbn Mibradın özü Məqbulül Mənqul adlı kitabında uca Allahın məxluq olmayan qədim hərf və səslə danışdığını qeyd edir. Və qısası Həmbəli imamlarının böyük əksəriyyətinin qatında bərqərar olmuş görüş və bu görüş də İmam Əhmədin məzhəbidir. Uca Allahın kəlam sifəti olan Quranın və digər kəlamın əfradlarının qədim və əvvəli olmayan hərf və səslər olmasıdır.
Baxmayaraq ki, bəzi alimlər, məsəl üçün İbn Teymiyyə və onun bir sıra şagirdləri Quran-ı Kərimin qədim olmadığını, Allah Cəllə və Alanın kəlamının növ olaraq qədim, əfradlarının isə hədis olduğunu demişdir. Lakin bəzi alimlər İbn Teymiyyənin də digər Həmbəli imamları kimi Quranın qədim olduğunu qeyd edirlər və ondan məhz Həmbəlilərə müvafiq gələn etiqadı nəql edirlər. Və onlardan biri də son dönəm Həmbəlilərindən olmuş İbn Bədrandır, rahimehullahu teala. Və biz keçən dərslərin birində qeyd etdik ki, kəlam sifətinin hərflər və səslər olması məsələsi bir çox Həmbəlilər qatında qəti bilinən məsələlərdən deyil və bu barədə Quran və sünnətdə, həmçinin səhabələrin sözlərində apaçıq sözlərə rast gəlmək mümkün deyil. Yəni, dəlaləti qəti olan sözlərə rast gəlmək mümkün deyil. Halbuki Həmbəlilərin bu barədə sünnədən gətirdikləri dəlilləri var. Və bizim alimlərimiz bir sıra hədislərə əsaslanmışlar və bu rəvayətlərə əsasən uca Allahın səs və hərflə danışdığını demişlər. Və Abdülbaqi Məvahibi də kəlam sifəti barədə danışdığı fəsildə bu haqda Həmbəlilərin dəlillərini zikr edir. Və misal üçün, İbn Məsudun rəvayət etdiyi bir hədisdə Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurur ki, İzə təkəlləməllahu bil-vəhyi səmi'ə savtəhu əhlüs-səmə. Allah vəhiy ilə danışdıqda onun səsini səma əhli eşidər. Və bir rəvayətdə gəlir ki, mələklər onu qayanın üzərində çırpılan zəncirin səsi kimi eşidərlər. Həmçinin digər rəvayətlər də var ki, bu rəvayətlərin çoxunu İmam İbn Qudamə rahiməhullah öz kitablarında gətirir və Abdülbaqi əksər rəvayətləri onun kitablarından nəql edir. Və daha sonra qarşı tərəfin isnad etdiyi dəlilləri qeyd edib ona cavablar verir. Və məlum olduğu kimi, Həmbəli imamları möhkəm sifətləri mütəşabih sifətlərdən ayırırlar. Və müəllifin qeyd etdiyi kəlam sifəti onun öncə qeyd etdiyi elm, qüdrət, iradə, həyat, eşitmə və görmə sifətləri möhkəm olan zati sifətlərdəndir. Yəni, mənası aydın olan və təfsir edilən sifətlərdir. Mütəşabih sifətlərdən fərqli olaraq. Təbii ki, bəzi adamlar öz cahilliyindən və qərəzli olmasından ötürü bunu inkar edirlər. Halbuki bu məsələ Həmbəli imamlarının kitablarında açıq şəkildə bəyan edilir. Və bu kitabda da Abdülbaqi Məvahibi rahimehullahu teala İbn Qudamənin Həmbəlilərə yönəlik olan iradları və bu məsələdə onlara müxalif olanların sözlərinə cavabları qeyd edir. Və İbn Qudamə bir sıra məsələlərə açıqlamalar verdiyi əsnada bir etirazı qeyd edib ona cavab verir. Və etiraz bundan ibarətdir. Deyilmişdir ki, sizin, yəni Həmbəlilərin sifətlər mövzusunda məzhəbi onun təfsir edilməməsidir. Deməli, Həmbəlilərə belə bir etiraz irəli sürülmüşdür. Deyilmişdir ki, sizin sifətlər mövzusunda məzhəbiniz onun təfsir edilməməsidir. Belə olan halda necə olur ki, siz Allahın kəlamını təfsir edirsiniz? Və göründüyü kimi İbn Qudamə bu etirazı qeyd edir və bunun belə olmadığını, yaxud biz təfsir deyəndə keyfiyyəti qəsd edirik kimi məsələyə aidiyyəti olmayan sözlər danışmır. Və bu iradı qeyd edib daha sonra ona Həmbəli imamlarının üsullarına uyğun olaraq cavab verir. Gəlin bu etiraza necə cavab verdiyinə baxaq. Buyurur ki, وَأَمَّا قَوْلُهُمْ أَنْتُمْ فَسَّرْتُمْ هَذِهِ الصِّفَةِ. Və onlar belə demişlər, siz bu sifəti təfsir etdiniz. قُلْنَا لَا يَجُوزُ تَفْسِيرُ الْمُتَشَابِهِ الَّذِي سَكَتَ السَّلَفُ عَنْ تَفْسِيرِهِ وَلَيْسَ كَذَلِكَ الْكَلَامُ فَإِنَّهُ مِنَ الْمَعْلُومِ بَيْنَ الْخَلْقِ أَنَّهُ لَا تَشَابُهَ فِيهِ وَأَنَّهُ فَسَّرَهُ الْكِتَابُ وَالسُّنَّةِ. Biz dedik, sələfin təfsir etmədən səssiz qaldığı mütəşabih xəbərləri təfsir etmək icazəli deyil. Kəlam isə belə deyil. Çünki insanlar arasında məlum olan bir həqiqət budur ki, bu xəbərlərdə mütəşabihlik yoxdur. Yəni, qapalılıq yoxdur. Kitab və sünnət onu təfsir etmişdir. Sonra buyurur ki, وَاَيْضًا نَحْنُ فَسَّرْنَاهُ بِحَمْلِهِ عَلَى حَقِيقَتِهِ تَفْسِيرًا جَاءَ بِهِ الْقُرْآنُ وَالسُّنَّةِ وَهُمْ فَسَّرُوهُ بِمَا لَمْ يَلِدْ بِهِ كِتَابٌ وَلَا سُنَّةٌ. Biz onu həqiqəti üzərə təfsir etdik. Bu təfsir Quran və sünnət tərəfindən gəlmişdir. Onlar isə onu Quran və sünnətdə varid olmayan bir tərzdə təfsir etmişlər və s. Yəni, öz sözünü davam edir. Və İbn Qudamə və o cümlədən Həmbəlilərin sifətlər barədə məzhəbi burada bəyan edilir. İbn Qudamə sifətləri təfsir olunan və təfsir olunmayan qismlərə bölür. Və təfsir olunmayan sifətlərin mütəşabih naslar olduğunu açıq şəkildə bəyan edir. Və təbii ki, burada keyfiyyətin mütəşabihliyi barədə söhbət gedə bilməz. Çünki əks halda biz İbn Qudamənin kəlam sifətini mütəşabihlərdən saymadığı üçün onun kəlam sifətinin keyfiyyətini bildiyini iddia etmiş olacaq. Və bu da batilliyi apaçıq olan bir məsələdir.
Yəni burada mütəşabihlik deyildikdə təbii ki, keyfiyyətdən söhbət getmir. Və kəlam sifəti barədə söhbətimizi bu dərslə bitiririk. Çünki kəlam sifəti barədə biz kifayət qədər danışdıq. Və növbəti dərsdə uca Allaha məkan nisbət etməyin hökmü və bununla əlaqəli olan digər məsələlər barədə oxuyacaq. Allah Cəllə və Alə bizi eşidib fayda götürən qullarından etsin. Və əxiru də'vana enilhamdülillahi rabbil aləmin.